O bilirsiniz kim idi? Şahruzxan. Əlbəttə, siz çəksin, ona görə deyirsiniz kim idi, bilirsiniz. Bu Şahruzxan, qurban olmalılar deyələ, oğlunu narkomaniya görə tutmuşdular. Bilmirlər, istədilər, milyon istədilər, milyon nəsə çox böyük bir məbləğ istəmişdi. Türmədən azad elədi onu. Çox ağlayırdı, nəsə böyük bir depresiya düşmüşdü. Nəysə, indi bax, metronun qırağında ya hər hansısa bir dilənçinin görürəm cəmaat belə düz keçir. 2 dəfə də demişsən, qışqırıq demişəm, heç olmasa bir 50 qəpiyyatında. Amma ki, 1 manat heç olmasa 50-nin dibini atıb verərlər. Nə üçün? Məsəl üçün təmizlənmələri üçün kimin? Cəhənnəmdəkilər deyəcəklər. Ay sağ ol, de bitir. Allahım bizi geriyə göndər. Bu, yəni Allah yolunda xərcləyib təmizlənək, cəhənnəmdən tutmaq üçün deyəcəklər. Amma geriyə dönüş olmayacaq. Aynen. Erman da dilənçi görəndə elə pis cumurdu üstünə döymək üçün. Qorxdum, çox baş xarab hərəkətlər edir. Bu da arvad eləcək məsələ yaxşıdır. Bu üçün bir pis şey var ki, həcc ziyarətində kişilər Allah'a qurban olun. Bu çox pis şeydir ki, onlar nə edirlər? Məsəl üçün belə geyinсələr yaxşıdır. Nəinki o fidə kimi paltar olmayan şeyləri geyinirlər. Yəni müsəlmanlar ona görə o barədə çox Qurana əsaslanmır. Allah görüşü namaz vaxtı orada namaz qılınır. Gözəl paltarlarınızı geyinin.